Zaqatala rayonunun Paşan kəndində fəaliyyət göstərən tibb məntəqəsinin müdiri Sədaqət Mollayevanın vəzifə öhdəliklərinin ötəsindən lazımi səviyyədə gələ bilmədiyi barədə ciddi narazılıqlar səsləndirilir. İddialara görə tibb məntəqəsinin müdiri vaxtında iş yerində olmur, işinə məsuliyyətsiz yanaşır və bu da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərilir. Ona ünvanlanan suallara cavab olaraq Sədaqət Mollayeva "mən burada təkəm, bir də xadiməçi var" ifadəsini işlədir. Lakin kənd əhalisinin fikrincə kadr çatışmazlığı və digər problemlər rəhbər vəzifədə olan şəxsin məsuliyyətini aradan qaldırmır və bu hallar vəzifə borclarının yerinə yetirilməməsinə bəraət ola bilməz. İddialara əsasən tibb məntəqəsində iş intizamı zəifdir, vətəndaşların müraciətlərinə laqeyd yanaşılır. Bəzən isə tibbi yardıma ehtiyac olduğu halda məntəqə fəaliyyətsiz qalır. Bu cür hallar kənd sakinlərinin haqlı narazılığına səbəb olur və onların sağlamlıq hüquqlarını risk altına salır. Sakinlər hesab edirlər ki, Sədaqət Mollayeva vəzifəsindən sui-istifadə edir, üzərinə düşən məsuliyyəti dərk etmir və bu da Paşan kənd tibb məntəqəsinin normal fəaliyyətinə ciddi zərbə vurur. Kənd kimi ucqar ərazilərdə tibb məntəqələrinin əhəmiyyəti nəzərə alındıqda bu cür məsuliyyətsiz yanaşma yol verilməsi hesab olunur. Paşan kənd sakinləri aidiyyatı qurumlarda səsləndirilən iddiaların obyektiv şəkildə araşdırılmasını, tibb məntəqəsində mövcud vəziyyətə hüquqi qiymət verilməsini və zəruri tədbirlərin görülməsini xahiş edir. Məqsəd hər hansı şəxsi hədəf almaq deyil, kənd əhalisinin layiqli, fasiləsiz və keyfiyyətli tibbi xidmət alınmasının təmin olunmasıdır. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.